Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hilələrdən ötürü də sıxılma. Həqiqətən də Allah ondan qorxanlar və yaxşı işlər görənlərlədir. De ki, Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü ona tutun və Allaha, dini məhz ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz. Həqiqətən yetimlərin mallarını haqsızlıqla yiyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb yaxan oda girəcəklər.